Salam dostlar, hər birinizə salamlayıram. Bugünkü MDV kondisionerinin pultunun istifadə qaydasını mən sizlərə göstərəcəm. Bu MDV-nin Aurora modelidir. Aurora modellərinin pultu biraz fərqli olur. Hal-hazırda indi kondisionerimizin pultu sönülü vəziyyətdədir. Biz bunu işə salmaqda yəni söndürüb yandırma düyməsini vururuq və bizi burada rejimlər qarşılayır. Hal-hazırda soyuq rejimdədir. Biz bir dəfə vurduqda dry rejiminə keçir. Otağın nəminin alma rejimidir. Bir dəfə vurduğumuzda isti rejimə keçir. Bir dəfə vurduqda isə sərinkeş rejiminə keçir. Ancaq pərinin istifadə qaydasıdır. Və burada isə avto rejimdə. Avto rejimdə özü avtomatik olaraq ehtiyaca uyğun olaraq tənzimləyir. Biz bunu yenidən hava isti olduğuna görə kola gətirək qoyaq. Bu on-off timer rejiminin aktiv edilməsi üçündür. Bu sleep rejimidir. Sleep rejimi əsasən gecələri qoyulur ki, gecələri avtomatik olaraq sleep rejimini biz aktiv etdikdə, misal dərəcəni 19-a qoymuşuqsa, müəyyən bir vaxt sonra 2 dərəcə qalxaraq 21, müəyyən bir vaxt sonra qalxaraq 23, müəyyən bir vaxt sonra 25 dərəcə olaraq stabil 25 dərəcədə saxlayır. Çox gözəl rejimdir. Gecə rejimləri həm ekonom rejimidir, həm də çox insan üçün də çox sağlam rejimdir. Jalüzün hərəkət istiqamətinin içinin hərəkət etdirməkdən yanadır. Bu səssiz rejimdir. Biz bu düyməni vurduğumuz zaman səssiz rejimə keçir. Bu isə biz bu iFly rejimi deyək gedir. Bu otağın temperaturunu pultun öz üzərində datçik vardır ki, otağın temperaturunu ölçən. Otağın hansı pultu hara qoysaq, ona əsasən kondisioneri istifadə edir və onun dərəcəsinə uyğun dərəcəni yığır və fasiləyə gedir. Misal biz burada dərəcəni yendirib qoysaq 20-yə və bu pultu biraz aralı digər otağa qoysaq, digər otağı 20 dərəcə edənə qədər işləyəcəkdir. Yəni, olduğu otaq 20 dərəcə olsa belə işləməyə davam edəcəkdir. Yenidən jalüzlərin hərəkət istiqamətidir. Turbo rejim maksimum işləmə rejimidir və burada ürək şəkili gördüyünüzsə, bu rejimdə isə kondisionerimiz artıq bizim öz istədiyimiz rejimə qoyub bu rejimi aktiv edirik və bir dəfə vurmaqla həmin rejimi aktiv edirik. Sleep Client. Sleep Client rejimi çox gözəl rejimdir. Nəyə görə çox gözəl rejimdir? Bu rejim vasitəsilə kondisionerimiz öz-özünü təmizləyirik. Məsələn, bir il istifadə etmişik, havalar qışdır, artıq yay gəldi. Kondisioneri qoşduqca biz Sleep bu rejimdən çıxaldıq. Sleep Client rejimini vurduğumuz zaman avtomatik olaraq kondisioner öz-özünü təmizləyəcək və defrosta keçəcək. Bütün radiatorlardakı bakteriyaları defrost edərək buzlanma gedəcək və sonra əridərək bütün su şəklində yuyub təmizlənəcək və sonra öz-özünü qurulayacaqdır. Deməli, bu rejimdən də çıxartdıq. Dərəcənin artırıb azaldılmasını buradan edirik. Buradan isə pərin, yəni fanın sürətini artırıb azaldılması həyata keçirik. Kimin nə qaranlıq qaldısa, şərh bölməsində yazsın, bütün məlumatları verək.